Ürəyin dərin kədəri qədim Azərbaycanın kənarındakı dağların ətəyində ucsuz-bucaqsız çayların və geniş düzənliklərin arasında yerləşən Sərrafabad kəndi, illərin ağırlığını, ataların hikmətini və təbiətin incə sirlərini daşıyan, dərin kədər və ümidin bir-birinə qarışdığı böyük bir roman kimi idi. Hər səhər günəşin qızılı şüaları dağların zirvəsindən aşağı süzülüb, kəndin dar daş yollarının, qoca palıd ağaclarının sərin kölgələrini və torpağın nəm ətirini oyandırırdı. Bu torpaq yalnız fiziki mənada deyil, həm də insan ruhunun, xatirələrin və əbədi dəyərlərin mərkəzi idi. Hər daşda, hər yarpaqda və axan çayın sədasında keçmişin dərsləri və gələcəyin ümid dolu arzuları gizlənirdi. Sərrafabadın sakinləri sadə və dürüst insanlardı. Onlar üçün ən böyük sərvət atalarının öyrətdiyi sevgi, mərhəmət və ədalət idi. Kəndin ən hörmətli ailələrindən biri olan Məmmədovların nəsli illərin gətirdiyi hikmət və sarsılmaz dəyərlərlə tanınırdı. Bu ailənin övladı olan İsmail, uşaqlıqdan bəri kəndin dar daş yollarında, köhnə evlərin divarlarında və təbiətin sükutunda böyümüşdü. Atası Rafiq bəy hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Hər dərs, hər kədər qəlbimizdə yeni ümidlər doğurur, deyərək gənclərin ürəklərinə dərin izlər buraxırdı. İsmail, atası Rafiq bəyin sözlərində və kəndin hər küncündə öz əbədi dəyərlərini axtarır, hər günün sonunda keçmişin izlərini və gələcəyin sirlərini düşünürdü. Lakin həyatda hər zaman ümid işığı parlamırdı. Bir gün Sərrafabadın sakinləri üçün bütün dünyanı sarsıdan acı və kədərli hadisələr baş verdi. Qışın sərt soyuğu, illərdir gözlənilən məhsulun azlığı və nadir hallarda rast gəlinən qıtlıq kəndin qəlbində dərin bir əzab və çaşqınlıq yaradırdı. Hər kəs həyatın gözəlliyini itirmiş, ürəklərindəki səmimi ümidləri itirmiş kimi dərin bir kədərin içində boğulurdu. O günlərin ən çətin anında İsmailin qəlbində də sarsılmaz bir dağıntı yaranmışdı. O, atası Rafiq bəyin sözlərini, hər acı, hər kədər bizə dəyərli dərslər öyrədir, insanın içində yanan işıq, ən qaranlıq gecələrdə belə parlayır, deyə xatırlayırdı, lakin hər şeyin sanki rəngini itirdiyi, səssiz və dərin bir kədərin hökm sürdüyünü hiss edirdi. Kəndin hər küncündə yaşayan insanlar, tarlaların boş qaldığı, çayın axışının donduğu, palıd ağaclarının solğun görünməyə başladığı bu günlərdə öz içlərində böyük bir boşluq və ağrı hiss edirdilər. İsmailin qardaşı Vüsal illərdir ki, kəndin ənənələrinə və ataların öyrətdiyi dəyərlərə sadiq qalsa da, bu çətinliklər qarşısında ürəyində kədərin dərindən izlərini daşımağa başlamışdı. Vüsalın üzündəki qəm hər baxışında, hər addımında özünü göstərirdi. O, tarlalarda, donmuş çay kənarlarında işləyərkən keçmişin xatirələrini və atalarının eşq dolu nağıllarını yad edirdi, lakin bu dəfə hər bir xatirə ona yalnız itirilmiş ümidləri, sarsılmış arzuları və dərin bir kədəri xatırladırdı. Vüsal, nə vaxt ki, həyatın əbədi dəyəri olan sevgi və mərhəmət sönər, o zaman insanın içində böyük bir boşluq yaranır, deyə özünü təsəlli etməyə çalışırdı. Kəndin digər sakinləri də bu dərindən çöküş içində idi. Tarlalarda işçilər hər bir məhsulun azlığına, hər dişləmənin acısına baxaraq, bəlkə də həyat bizə dərs verəcək, ümidimizi sınağa çəkəcək, deyə düşünürdülər. Qadınlar evlərin önündə soyuq küləklərin arasında toplanaraq itirilmiş sevincləri, unudulmuş arzuları və gələcəyin qaranlıq ümidlərini danışırdılar. Hər kəs həyatın dəyərli anlarını və ataların öyrətdiyi dəyərləri xatırlamağa çalışsa da, kədərin səsi sanki hər yerdə, hər ürəkdə əbədi olaraq çalınırdı. Bu kədər və əzab dolu günlərdə Sərrafabadın gənc nəslindən biri olan Sevinc, bütün bu qaranlıq və ümidsiz anlarda ürəyindəki işığı itirməmək üçün mübarizə aparırdı. Sevinc, həyatı öyrənmək, atalarının nağıllarını və dərin dəyərlərini qəlbində saxlamaq üçün can atırdı. O, kəndin dar yollarında, palıd ağaclarının sərinliyində və donmuş çayın kənarında öz dərsini alır, həyatın hər çətinliyində yeni ümidlərin doğduğuna inanırdı. Sevinc, həyatın ən böyük sınaqları insanı həm də daha güclü, həm də daha mərhəmətli edir, deyə öz içində təkrar edirdi. O, bu sözlərlə bütün kədərin, hər acının içində gizlənən dərin dəyərləri tapmağa çalışırdı. Bir gün kədərin zirvəsində, Sərrafabadın mərkəzində bütün kənd sakinləri bir araya gəldi. Donmuş tarlalar, quru və solğun görünən çay kənarı, qaranlıq ümidlər içində yaşayan insanları sanki bir-birinə daha da yaxınlaşdırırdı. Bu yığıncaq zamanı kəndin yaşlılarından biri olan Məhəmməd bəy, səmimi və dərindən gələn səsini bütün ətrafda duyuraraq belə dedi: "Ey sevgili qardaşlarım və bacılarım, həyatın hər anı, acı ilə şirin, kədər ilə sevincin iç-içə keçdiyi, bizə dəyərli dərslər öyrədir.
Bu ağır günlərdə hər kədərin ardında gizlənən ümid işığını tapmaq, qəlbimizdəki dəyərli sevgi və mərhəməti yenidən dirçələtmək bizim borcumuzdur. Unutmayın ki, hər fəlakətin ardında bir dərs, hər itkinin ardında yeni bir başlanğıc var. Bu sözlər kəndin hər küncündə, hər ürəkdə biraz da olsa işıqlandırdı. İnsanlar atalarının öyrətdiyi dəyərləri xatırlayaraq yenidən ümid bəxş edən həyatın sarsılmaz dəyərlərinə inamla baxmağa başladılar. Sevinç öz içindəki inamı və mərhəməti itirmədən qəlbində yanan işığı bütün insanlarla paylaşmağa çalışırdı. O, gənclərə və böyüklərə hər acı, hər kədər insanı daha dərin, daha mərhəmətli edir. Biz bu dəyərli mirasa sadiq qalıb, həyatın hər səhifəsini sevgi və inamla yazmalıyıq, deyə sözlər söyləyirdi. Orta yaşa çatmış, artıq bir çox acı və kədər yaşamış olan Zeynəb xanım da öz həyat təcrübəsi ilə gənclərə yol göstərirdi. Onun gözlərində keçmişin dərsləri, qəlbində isə sarsılmaz bir inam və mərhəmət izləri vardı. Zeynəb xanım, həyat nə qədər çətin olsa da, hər kədərin, hər acının ardında qiymətli dərslər və yeni ümidlər gizlənir. Biz öz qəlbimizdə yanan bu dəyərli işığı heç vaxt sönməyə qoymamalıyıq, deyərək hər kəsin ürəyinə dərindən toxunan sözlər söyləyirdi. Zaman keçdikcə Sərafabadın insanları həyatın çətinlikləri ilə mübarizə aparmaqda, hər kədərin içində gizlənən dərin dəyərləri tapmaqda və atalarının öyrətdiyi ümidləri qorumaqda biraz da olsa müvəffəqiyyət qazandılar. Hər kəs həyatın hər anında acı və şirin, kədər və sevincin iç-içə keçdiyi öz romanını yazmağa davam edirdi. Sevinç və Zeynəb xanımın, İsmailin və digər gənc qohumların öyrətdiyi kimi, hər kəs qəlbindəki işığı, mərhəməti və sevgi dəyərini itirmədən həyatın sınaqlarını aşmağa çalışırdı. Beləcə, Sərafabadın dardaş yollarında, qoca ağacların yarpaqlarında, donmuş çay kənarında və sarsılmaz dəyərlərlə dolu ürəklərdə Ürəyin dərin kədəri adlı bu dastan əbədi olaraq iz buraxdı. Hər kəs bu nağıldan ilham alaraq həyatın hər çətin anını sevgi, mərhəmət və dərin inamla qarşıladı. Qəlblərdə yanan o dəyərli işıq, hər kədərin ardında gizlənən yeni ümidləri və hər acının öhdəsindən gəlmək üçün sarsılmaz iradəni xatırlatdı. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdə Sərafabad sakinləri atalarının hikmətini, keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını ürəklərində daşıdılar. Hər kəs bilirdi ki, həyatın ən dəyərli sərvəti maddi var-dövlət deyil, qəlbdə yanan əbədi sevgi və mərhəmətin işığıdır. Bu dəyərli işıq hər kədərin, hər acının ardında gizlənən dərs və ümidin səsini özündə daşıyırdı. Beləliklə, Ürəyin dərin kədəri adlı bu dastan Sərafabadın hər küncündə, ataların sözündə və hər bir insanın qəlbində əbədi iz buraxaraq gələcək nəsillərə həyatın çətinlikləri qarşısında ümid və sevgi ilə irəliləməyin əhəmiyyətini öyrətdi. Hər kəs hər bir çətinliyi aşaraq öz romanını sevgi və inamla yazmağa davam etdi, çünki bilirdilər ki, ən dərin kədər belə insan qəlbində doğan işığı sönməyə qoymaz.